Nəysə, hörmətli tamaşaçılar, doğma diyarımızın, doğma vətənimizin gözəl yerlərini gezməyə davam edirik və bu gün də Azərbaycanımızın, Bakımızın gözəl kəndlərindən biri Əmircan kəndinə gəldik və hal-hazırda Əmircanın içərisinə doğru gedirik və orada çəkişlərimiz var. Bizi izləməyə davam edin. Sevimli və dəyərli dostlar, hal-hazırda Əmircanda yerləşən tarixi abidənin yanındayıq. İstərdim kənd ağsaqqalına söz verin və bu abidə haqqında məlumat verirsin. Xoş gəlmişsiniz bizim qədim kəndimizə. Zəhmət olsun təqdim edərsiniz özünüzü. Eyvazov Hacıbala Əlşabanoğlu. Allah var eləsin. Əmircan sakini, əsrli köklü sakini. Deməli, biz bu saat dayanmışıq Əmircan kəndinin ən qədim tarixi abidələrinin yanında. El arasında bura Nizaməddin iqamətgahı deyirlər, Nizaməddin məbədi deyirlər. Bu tikilib, deməli, 1322-ci ildə, 14-cü əsrdə. Deməli, indiyə qədər Nizaməddin iqamətgahı deyilir. Burada, deməli, ta qədim dövrdən Bakı, Bakı ətrafı qəsəbələr, Dərbənd, Şirvan dindarları yığışarlarmış bura. O vaxt, yəni belə olub da, indi təyyarə olmayıb, avtobus olmayıb. Deməli, atla, dəvə ilə, araba ilə gəliblər bura. İndi müəyyən müddət olub da, yəni ki, bunların Dərbənddən biri gəlib, məsələn, Şirvandan biri, Abşerondan biri, Bakıdan biri. Bunlar bir həftə içində, 10 gün içində yığışıblar bura ki, Nizaməddin, Hacı Nizaməddin bunları deməli buradan yığıb, dəstə ilə, atla, araba ilə, cürbəcürdə bu qədim o nəqliyyat vasitələri ilə, belə deyək də, bunları aparıb Məkkəyə, həcc ziyarətinə. Ona görə bura Nizaməddin özü... Toplanış bir yer olub da. Bəli, toplanış yer olub. Yəni ki, bura yığışırlarmış, buradan idilər. Bu Nizaməddin Əmirhac olub. Yəni ki, belə deyək də, hacıların əmiri, hacıların bələdçisi. Hətta əslində qalanda çox hamı bilir ki, bu qəsəbənin, kəndin adı Xilə olub. Xilə olub. Xilə sonra necə olubsa Əmircan olub. İndi belə Əmirhac, Əmirhacın an, bilirsiniz də, məkan şəkilçisidir. Əmircan o oradan gəlib, o ad oradan gəlib. Əziz dostlar, davam edirik Əmircan kəndindən. Hal-hazırda Əmircanda yerləşən Murtuza Muxtarov adına məsciddəyik. Və istərdim bu anda məscidin haqqında söz verin və ən dolğun məlumat bu şəxsdədir. Hər vaxtınızda xoş gördük siz Hacı. Allah var eləsin. Zəhmət olmasa məscid haqqında məlumat verərsiniz və bərpası haqqında. Bismillahirrahmanirrahim. Əmircan məscidi çox tarixi bir məsciddir. 1901-ci ildə Murtuza Muxtarov tərəfindən tikilişinə başlanılıb, Zivər bəy Əhməd bəy adına layihə əsasında tikilib. 1901-ci ildə başlanılan məscid 1908-ci ildə tamamlanıb və tamamlanandan sonra da məscidin ilk açılışı olub. Açılışda məscidin ilk axundi, Allah rəhmət eləsin, Hənifə Axund, məscidin ilk axundi olub və o dövrdən də fəaliyyət göstərib məscid. Məscidin içərisində olan gözəlliklər, məscidin içərisində olan ibadət və o cümlədən məscidə gələn qonaqlarımız dünyanın hər bir yerində bu məscidə qonaqlar gəlir. Və eyni zamanda Murtuza Muxtarov bu məscidi tikə-tikə və Asetiyada da bir gözəl məscid tikdirib. Və gözəl xeyriyyəçi insanın bu əməli bütün dünyaya bəyan olunub. Əmircan kəndində maraqlı tarixi faktla rastlaşdım və istərdim bu anda sözü yenə də Hacıya verim. Mən bilirəm siz üçün də maraqlı olacaq.
Demək, Murtuza Muxtarov tərəfindən İstanbulda müqəddəs Qur'an-ı Kərim əl yazı ilə çox nəfis bir çapla yazılıb və 1908-ci ildə məscid tamamlanandan sonra müqəddəs Qur'an-ı Kərim də məscidə hədiyyə olunub. Qur'anın içərisində Allah sözləri, Bismillahirrahmanirrahim sözləri qızıl suna yazılıb və ümumi çəkisi 25 kilo ağırlığındadır və qızıl sunun qədəri, yəni işlənilən qədər 7 kiloma qədər deyilir. Amma müqəddəs Qur'an-ı Kərim o gündən bu günə qədər məscidimizdə qorunur. Davam edirik Əmircandan və hal-hazırda elə bir məzarın yanındayıq ki, bilirsiniz ki, Azərbaycanda tanınmış milyonçu Murtuza Muxtarov məzarıdır hal-hazırda və istərdim Hacı, zəhmət olmasa bu haqda məlumat verərdi. Murtuza Muxtarov məzarı şərifi Əmircan məscidinin həyətindədir və Murtuza Muxtarov məzarı şərifi 2003-cü ildə bura gətirilib. Yəni abidəsi də, məzarı da düzəldilib. Abidənin üzərində Murtuza Muxtarovun özünün məscidinin eskizi verilib və o cümlədən məzarın üstündə Saadət Sarayı, öz şəxsi evinin eskizi verilib və o cümlədən buruqlar, yəni özü də buruq ustası olub, Murtuza Muxtarovun, yəni buruq ustası olduğuna görə məzarın üstündə də bunlar verir və özünün vəsiyyətinə əsasən Murtuza Muxtarovun məzarı şərifi elə məscidin həyətində dəfn olunur. Verilişimizin sponsorları 1947-ci ildən bəri şöhrəti ilə adı var. Badamlı sağlıqlı, badamlı yararlı, badamlı çox fərqli. Həyatınızın hər anında, ilin hər fəsli, bütün yaşlarda orqanizminizə lazım olan bütün mineralları təbii badamlı suyunda tapa bilərsiniz. Badamlı sürələrimizin bəzəyi. Ölkədə nömrə 1 saray, İmperator. 200-250 nəfərlik kiçik zalımızda, 450-500 nəfərlik böyük zalımızda gözəl şən günlərimizi keçirməyə hər birinizi dəvət edirik. Şən və gözəl günlərinizi bu ünvanda qeyd edin. Xalçaların tozlardan təmizlənməsi, xalçaların yuyulması, xalçaların təhvil alınıb təmizlədikdən sonra təhvil verilməsi Saray Xalı şirkəti tərəfindən ödənişsizə həyata keçirilir. Saray Xalı, təmizliyin məkanı. Oasis, sevənlərin məkanı. Şad və gözəl günlərinizi bu məkanda daha da gözəlləşdirə bilərsiniz. Şərq və Qərb mətbəxinin ləzzətini dadmaq istəyirsinizsə, mütləq bu məkanı tutun. Oasis bizim gələcəyimiz olan bu uşaqları da unutmadı. Oasis ailəvi istirahət mərkəzi tanınmış simaların iştirakı ilə sizin şad günlərinizi rəngarəng edəcək. Siz də, biz də özümüzü çox xoşbəxt hiss edirik. Oasisdə. Gözəlliklərlə dolu. Xas xalı, xalça dünyası. Xas xalını hətta uşaqlar da sevir. İstənilən zövqdə, İstənilən gözəllikdə. yüksək keyfiyyətdə, 500 manatdan 3000 manata qədər. Təbriz xalçaları. Yalnız bu məkanda. Ünvan sahil metrosunun çıxışı ilə üzbəüz. Sən o vaxt bu kənddən qatarla getdin. İndi səndə yoxsan, qatar da yoxdur. Dalınca bir qatar durnalar uçdu. Sən gedəndən bəri durnalar da yoxdur.
Əmircan kəndinin gözəlliyini izləməksiniz dostlar. Müəyyən hündürlüyə malik olan zirvəyə qalxırıq. Çox çətindir, amma Azər dostumuz seçki aparır. Doğrudan da həqiqətən də Əmircan çox maraqlı bir məkandır. Hasardan bahardı. Əziz dostlar, Əmircanda yerləşən 41 metrlik hündürlüyə malik olan bir zirvədəyəm. Həqiqətən də Əmircanın panoramik görünüşü göz qabağındadır. Demək olar ki, gəlməyə, gezməyə, görməyə dəyən bir məkandır. Mütləq Əmircana gəlin. Ne günler idi, ne vaxtlar idi, necə şirin, necə də sevimli çağlar idi. İstilik var idi, doğmalıq var idi, bir də şahidik sevgimə köhnə bağlar idi. Ne günler idi, ne vaxtlar idi, necə şirin, necə də sevimli çağlar idi. İstilik var idi, doğmalıq var idi, bir də şahidik sevgimə köhnə bağlar idi. Maraqlı çəkimiz davam edir Əmircan kəndindən. Hal-hazırda elə bir şəxsin qapısındayam ki, Azərbaycanın tanınmış mütəfəkkiri və ədibi Abbasqulu Ağabakıxanovun düz qapısındayam. Bu şəxs 1794-cü ildə bu evdə anadan olmuşdur. Bu gözəl kənddə daha bir tarixi abidə haqqında sizlərə danışaq və buna görə sözü mən kənd bələdiyyəsinin sədri bu gözəl xanıma vermək istərdim və hər vaxtınızda xoş gördük sizi və təqdim zəhmət olmuş sözünüzü. Əmircan Bələdiyyəsinin sədri, tarixçi, tədqiqatçı Fərdə xanım Bunyadova. Əmircanda ən qədim tarixi abidələr çoxdur. Hal-hazırda dayandığımız yer Əmircanda qədim tarixi abidə kimi bu günə qədər qorunub saxlanılır. 13-cü əsrə aid olan bu mavzoley Əmir Nizaməddinin hal-hazırda yanında dayandığımız qəbridir və bu tarixi abidə 14-cü əsrə aid, eləcə də Azərbaycan tarixində ən qədim tarixi abidələrdən biri kimi bu günə qədər qorunub saxlanılır və xalq bu yeri həmişə yad edir. Gezməli, görməli kənddə daha bir maraqlı bir yerdəyik, yəni daha bir tarixi abidənin qarşısındayıq. Biz hal-hazırda Əmircanın bir tarixi abidəsində qarşısında dayanmışıq. Bu tarixi abidə 1926-cı ildə bərpa olunub, mədəniyyət evi kimi fəaliyyət göstərir. Dövlət xadimi Nərman Nərmanov qərarı ilə burada ilk kitabxana da açılıb. Bu tarixi abidə sonradan deməli bir neçə dəfə Abbasqulu Ağabakıxanov, indi hal-hazırda görkəmli yazıcı Səməd Mənsurun adını daşıyır. Əmircanın tarixi abidələri ilə yanaşı biz çox görkəmli şəxsiyyətlər var. Ensiklopedist alim, tarixçi, mütəfəkkir Abbasqulu Ağabakıxanov, general Abbasqulu Ağabakıxanov, akademiklərdən Əmircan qədim neft kəndi olduğuna görə buradan çoxlu neftçilər çıxıb, onlardan Usta Piri, onun oğlanları akademik Məmməd Paşa Quluzadə, İsrafil Quliyev, Danil Quliyev, Rafiq Quluzadə, görkəmli alimlər Malik Ramazanzadə, görkəmli bioloq Mirzağa Əlizadə, eyni zamanda generallar Cəfərqulu Ağa Bakıxanov, Həsən Ağa Bakıxanov, eyni zamanda görkəmli astronom Əlbəla Hüseynzadə, dünyada ilk atletika üzrə idmançı Zibə Ələsgərova, görkəmli şairlər Səməd Mənsur, Tofiq Bayram, bunlar həm böyük xeyriyyətçilər, həm də böyük neft maqnatları olublar. Azərbaycanda və dünyada tanınan tanınmış rəssam Səttar Bəhzadənin hal-hazırda ev muzeyinə gəldi. Əziz dostlar, bildiyiniz kimi həmən şəxs də, həmən şəxsiyyət də Əmircan kəndində olmuşdur.
Sevimli dostlar, davam edirik Əmircan kəndindən və hal-hazırda Əmircanda yerləşən bir neft yatağının yanındayıq və istərdim bu xanım zəhmət olmasa bizə bir məlumat verərdi. Demək, hal-hazırda Əmircanda ən qədim neft quyularından birinin yanında dayanmışıq. Bu tarixi abidə 1889-cu ildə Şəmsə Əsədullayeva məxsusdur. 1889-cu ildə bu quyu qazılarkən başa çatandan sonra 72 gün fontan vurmuşdur. Dünyada ən çox fontan vurmuş quyudur. Sevimli dostlar, davam edirik Əmircan kəndindən. Bizi izləməyə davam edin. Kanalı çevirməyin. Doğma kanalımız Liderə baxın. Biz hazırda Əmircan kəndində neft avadanlıqları istehsal edən maşınqayırma zavodunun sexlərindən birində dayanmışıq. Bu zavodun avadanlıqları demək olar ki, uzun illər Şəmsə Əsədullayev, Murtuza Muxtarov tərəfindən istehsal olunmuş avadanlıqlardır. Onlar müharibə vaxtı da, bugün də neft avadanlıqları istehsal edən böyük zavodlardan biri kimi fəaliyyət göstərir. Zavodun avadanlıqları burada işləyən fəhlilər tərəfindən göz bəbəyi kimi qorunur və burada istehsal olunan avadanlıqlar demək olar ki, SSR-nin bütün neft yataqlarında istifadə olunur. Dalga bizim, tufan bizim, anamızdır, bu deniz göydeniz. Dostlarımızı göy, deniz əzizdir, göydeniz əzizdir. Sevgilimiz denizdir, denizdir. Bəli əziz dostlar, demək olar Əmircan kəndi ilə çəkilmiş son çatmaq üzrədir. Bu gözəl kənddə həqiqətən çox şad olduq, qonaq oldu və sonda istərdim bu kəndin toylarında, şən günlərində, şad günlərində iştirak edən bir gözəl müğənnimiz dostumuz Məzahir Fikətoğlu bizimlədir və sözü ona vermək istərdim və onun musiqilərindən bu günləri istifadə edəcəyik və əziz dostum, salamlayıram səni, xoş gördük. Xoş gördük, biz sizi xoş gördük, əziyyət çəkmişsiniz. Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün kollektivimizi başlı rəhbərlik olmaqla hər birimizə ayrı-ayrıda bütün əziyyəti olan kameramanlarımız, sizin üstünüzdə nə əziyyəti varsa biz sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun, var olun. Məzahir dostum, eşitmişəm Əmircan haqqında gözəl bir mahnı var sənin. Hə, Əmircan haqqında biz musiqi oxuduq. Bir qardaşımız bizə kənd uşağımızı idi, elə dedi. Orada da bizim şairlərimizin, rəssamlarımızın çəkmişsiniz, hamısını çəkmişsiniz. Yəni getmişsiniz, yəni deməyə aydındır. İnşallah onu da ifa edəcəyik. Burada da bizim sənətkarlarımız da var. Kəndimizin illərin sənətkarları var ki, Neymət müəllim Hüseynovdur. Asır Hüseynov adına Musiqi Kollecinin müəllimidir, Neymət müəllimdir. Xoş gördük. Qulam müəllimdir, Qulam Süleymanov da Azərbaycan musiqi aləmində, Azərbaycan musiqiçisi aləmində bu insanları tanımayan musiqiçilər yoxdur. İstər Neymət müəllimi, istər Qulam müəllimi, yəni musiqi aləmində hər kəs tanıyır. Həmçinin bizim kəndimizin ağsaqqalıdır, Kərbəlayı Yusuf əmi. Bizim kənd üçün də özəl bir qəzəl yazıb, ey Xiləcanım mənim kəndim, Əmircanım mənim. İnşallah onu da dinləyəcəyik. Ondan da 3-4 beyt inşallah vaxt zamanında. Rəhmət Allah can sağlığı versin. Rəhim də bütün bu öhdəsinə götürdü, sizin əziyyətimizi çəkdi. Hə, siz sağ olun, var olun inşallah. İndi xoş gəlmisiniz. Gözümüz üstə yerimiz var. Bakı kəndləri qonaqpərvər kəndlərdir. Allah kömək olsun. Söz səndə əziz qardaşım. Buyurun musiqi yazın. Verilişimizin sponsorları. 1947-ci ildən bəri şöhrəti ilə adı var. Badamlı sağlıqlı, badamlı yararlı, badamlı çox fərqli. Həyatınızın hər anında, ilin hər fəsli, bütün yaşlarda orqanizminizə lazım olan bütün mineralları təbii badamlı suyunda tapa bilərsiniz. Badamlı sürələrimizin bəzəyi. Ölkədə nömrə 1 saray, İmperator. 200-250 nəfərlik kiçik zalımızda, 450-500 nəfərlik böyük zalımızda gözəl şən günlərimizi keçirməyə hər birinizi dəvət edirik. Şən və gözəl günlərinizi bu ünvanda qeyd edin. Xalçaların tozlardan təmizlənməsi, xalçaların yuyulması, xalçaların təhvil alınıb təmizlədikdən sonra təhvil verilməsi Saray Xalı şirkəti tərəfindən ödənişsiz həyata keçirilir. Saray Xalı, təmizliyin məkanı. Oasis, sevənlərin məkanı.
şad və gözəl günlərinizi bu məkanda daha da gözəlləşdirə bilərsiniz. Şərq və Qərb mətbəxinin ləzzətini dadmaq istəyirsinizsə, mütləq bu məkanı tutun. Oasis bizim gələcəyimiz olan bu uşaqları da unutmadı. Oasis ailəvi istirahət mərkəzi tanınmış simaların iştirakı ilə sizin şad günlərinizi rəngarəng edəcək. Siz də, biz də özümüzü çox xoşbəxt hiss edirik. Oasisdə. Gözəlliklərlə dolu. Xas xalı, xalça dünyası. Xas xalını hətta uşaqlar da sevir. İstənilən zövqdə, İstənilən gözəllikdə. yüksək keyfiyyətdə, 500 manatdan 3000 manata qədər. Təbriz xalçaları. Yalnız bu məkanda. Ünvan sahil metrosunun çıxışı ilə üzbəüz. Can can Emircan sənə qurban can Dahilərlə fəxr edir Azərbaycan Can can Emircan sənə qurban can Səninlə fəxr edir Azərbaycan Sol qolun bülbülə savun suraxanı Bir yanım qara çuxur o bir amanı Gəzsin dolansın bütün dünyanı Kəndlərin arasında sənə tayhalı Ay sol qolun bülbülə savun suraxanı Bir yanın qara çuxur o bir damanı Gəzsin dolansın bütün dünyanı Kəndlərin arasında sənə tayhalı Kəndimin mərd oğulları Çox olubdur uğurları Şəhidəm qəhrəmanları Unutmarıq biz onları Xilənin mərd oğulları Çox olubdur uğurları Şəhidəm qəhrəmanları Unutmarıq biz onları Can can Emircan sənə qurban can Dahilərlə fəxr edir Azərbaycan Can can Emircan sənə qurban can Səninlə fəxr edir Azərbaycan Ay balam can can Emircan sənə qurban can Dahilərlə fəxr edir Azərbaycan Can can Emircan sənə qurban can Səninlə fəxr edir Azərbaycan Əzəldən ad qazanıb əziz kəndimiz Tofiq bayram kimi dahi şairimiz Rəssamların şahı Bəhluzadəmiz Abbas Qulu ağa ilə fəxr edirik biz Əzəldən ad qazanıb əziz kəndimiz Tofiq bayram kimi dahi şairimiz Rəssamların şahı Bəhluzadəmiz Murtuza Muxtarla fəxr edirik biz Kəndimin mərd oğulları Çox olub çox uğurları Şəhidəm qəhrəmanları Unutmarıq biz onları Xilənin
Hər bir elin, hər bir obanın ağsaqqala ehtiyacı var və bu günləri Məzahirinin bu gözəl evində ağsaqqala söz vermək istərdim. Hər vaxtınızda xoş gördük sizi. Necəsiniz? Peki, xoş gəlmişsiniz. Allah var eləsin. Allah sizdən razı olsun, Allah sizi salamat eləsin. Eşitdim Əmircan, siz şeiriyyatdan böyük bir marağınız var. Ən azından bu günlər bir gözəl bir şeir səsləndirəcəksiniz. Belə bir iki dənə cız maqara vardı. Ay maşallah. Səməd Mənsur şeiridə gör özgə bir ahəngidir. Uyma ey dil xəlqidə yoxdur sədaqət rəngidir. Əhsən ol şairə ki bilmiş həyat bir cəngidir. Həm rübai, həm qəzəl, şeir ilə dastanım mənim. Ey xilə canım mənim, kəndim əmrəcanım mənim. Murtuza Muxtarovun məscid məzarı kənddədir. Sətləri dünya tanır, rəsmi qətari kənddədir. Qəyyurun, həm Eldarın nəqşi şuarı kənddədir. Doğma kəndim, can diyarım, şöhrətim şanım mənim. Ey xilə, canım mənim, kəndim əmrəcanım mənim. Şəmsi Əsədullayev neçə milyonçudan biri, Mir Mehdi Seyidzadə, kənd əhli həm xalq şairi, Abbasqulu Bakıxanov elmlər mütəfəkkiri, qalmışam mat məəttəl, var kəndə heyranım mənim. Ey xilə, canım mənim, kəndim əmrəcanım mənim. Dost olublar biliyə, əldə tutublar kitabı, bir zərafat həvəsi, bir də ki təndir qutabı. Alimin, müştehidin, mollanın olmaz hesabı. Bu sözü vahid deyibdir, Mərsiyə xanım mənim. Ey xilə, canım mənim, kəndim əmrəcanım mənim. Varlığım, hissim, həyatım, hər nə varımsan xilə. Sən mənim cənnət məkanım, laləzarımsan xilə. Bülbüləm, gülşəndəyəm, sən nobaharımsan xilə. Aləmi mənada sən güllü gülüstanım mənim. Ey xilə, canım mənim, kəndim əmrəcanım mənim. Bədgüman olma biri, etsə gəl kəndin tərifin. Varım o oğlana ki, çəkir kəndinin təsibin. Ey ilahi, əhvi qıl, keş təqsirindən Yusifin. Söyləsə hər gah bu kəndə, canı qurbanım mənim. Ey xilə, canım mənim, kəndim əmrəcanım mənim. Dostu mehribanım mənim. Dostu mehribanım. Bizim böyük sənətkarımız Xilə kəndinin övladı. Onun bir gözəl rəqsi var, Xanlar Cəfərovun rəqsi. Nemət müəllimin ifasında ifa eləsin inşallah. Candan əziz canım mənim, gözəl Əmircanım mənim. Bəli dostlar, bu gözəl Əmircan kəndi ilə çəkişimiz sona çatmaq üzrədir. Çox şad olduq ki, bu gözəl kəndə qonaq gəldik və çəkişimiz də çox super alındı və sonda mən təşəkkürümü bildirirəm bizim sponsorlara ki, bizə hər zaman dəstək verirlər və xüsusən də Badamlı şirkətində çalışan Əfqan dostumuza demək olar ki, bizim zəhmətimizi hər zaman çəkir və bir dostum, kameraman dostum Azər Adışova təşəkkür edirəm ki, hər zaman mənim yanımdadır və mənə dəstək olur. İstərdim bu anda bir haşiyə çıxmaz dostlar. Xaricdə yaşayan hörmətli həmvətənlərimiz, yaşadığınız məkanı bizi qonaq çağırın, gəlib sizin gözəl günlərinizi çəkib işıqlandıraq. Əziz izləyicilər, mən sizə Əmircandan sağ ol demirəm, hələlik deyirəm.